Yəni bundan əlavə İlham xanım, bax biz keçən efirlərimizdə mən elə bir də ağzıma gəldi sözü dedim ki, doktor müəyyən o qəbizliklə bağlı. Ay Allah, telefonlarımız susmurdu. Ölkənin yarısı qəbizlikdən əziyyət çəkirmiş. Və bilmirlər ki, qəbizlik problemi olan insanlarımız üçün xərçəngin qapıları belə aralıdır. Tam açılmayıb, belə aralıdır. Bilirsiniz, insanın ikinci, ben deyərdim ki, birinci beyni də onun mədə-bağırsaq sistemidir. Orada bir balaca problem olan kimi... İshal faciədir. Disbakterioz faali ishalda bütün orqanizm nə var gedir. Bütün elementlər gedir. İnsan halsız olur, dərisi quru olur, sinir pozulur. Qəbizlikdəki hər zaman deyirəm, mən deməmişəm, alimlər deyir ki, qəbizlikdə hər keçən gün xərçəngə doğru bir adım yaxınlaşdırır. Çünki o bədəndə yığılan toksin, bax normal adam, normalda insan səhər-axşam böyük bayrağa çıxmalıdır, heç olmasa bir dəfə çıxmalıdır. Bunu öyrəşən adamlar bircə gün keçən kimi narahat olurlar, sığışmırlar. Bu insan deyir, mənim uşağım gətirir uşağını, 20 gündən bir böyük bayrağa çıxır. Basir olacaq, düz bağırsaqda çat olacaq, böyük adam da ayda bir dəfə böyük bayrağa çıxır. Bunun nə həyat ola bilər? Bunun nə sağlamlığı ola bilər? Bunun nə saç ola bilər, nə dərisi ola bilər, nə gözəlliyi ola bilər, nə əsəbi ola bilər. O toksin zəhər onun əsəbini pozur. Əziz tamaşaçılarımız, Xətai rayonunda Həzə Aslanov metro stansiyasının düz bir çıxışında yerləşir. Doktor Seyfəddin klinikası. Telefonları da veririk efirə. Bax, efirdən çəkin telefonunuza ilə bu qaydada qalsın. Elə yeri gəlmiş.